Yeni dövrün ikinci mərhələsi. Əsr olaraq nə götürürdük? 19-cu əsr bütövlükdə. Bu nə oldu? Yeni dövrün birinci mərhələsində hansı dövrə rahat edirdi? 17-18. 3 mərhələdən ibarət edir. Gəlin yardımcı salaq. A variantı. 17-18. Burada nə yeniliyi oldu? Realizm əsası oldu. Novatorluq. Kim idi o novator şairimiz? Molla Pənahbayev. Üçüncü mərhələsi bəs? 1890-1920. Realizm, maarifçi realizm dövrü. Yəni 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləri. İndi gəlin bura baxaq. İndi budur dərsimiz. Bu ikinci mərhələ. B variantı. Bu elə bir tarixi dövrüdür ki, bilirsiniz nə vaxtdır? Azərbaycan parçalanmışdır. Bir dəfə Gülüstan sülh müqaviləsi olduğu tarixdən bilərdiniz. 1813 idi, səhv eləmirəmsə, Gülüstan sülh müqaviləsi. Bir dəfə də Türkmənçay. 1828-də Türkmənçay deyil mi? 1828. Bax, həmin vaxt Azərbaycanın ən belə deyim də, ağır günlərini yaşayırdı ki, bir dövlət, bir vətən, ölkə iki yerə parçalansın. Bu devirdə, bax, bura qədər yadda saxlayın, 50-60-cı illərə qədər, yəni 1850-1860, bura qədər bir durğunluq var idi, inkişaf yoxdur. Durğunluq hər şeydə var, iqtisadiyyatda durğunluq var. İqtisadiyyat inkişaf eləmirsə, məlum məsələdir, nə elmdə, nə təhsildə, nə mədəniyyətdə yaşadı inkişaf olası. 28-ci ildə də Azərbaycan ikinci müqavilə ilə tam bölündü, Rusiyanın tərkibinə keçdi Türkmənçay sülh müqaviləsindən sonra. Burada bir geriləmə var idi. Ta ki bu 50-60-cı illərə qədər. Azərbaycanda inkişaf başladı 50-60-dan sonra. Daha dəqiq desək, belə deyim də, bu araları niyə deyirik? Bu aralarda birinci iqtisadiyyat inkişaf elədi. İqtisadiyyat inkişaf elədi deyə artıq bu özünü nəyə göstərdi? Bu özünü ədəbiyyatda da göstərdi, elmdə də göstərdi, təhsildə göstərdi, mədəniyyətdə göstərdi. İnkişaf hər yerdə başladı. Yüksələn xətt üzrə artıq hər şey gitməyə başladı. Ən böyük qazancımız da bilirsiniz nə oldu? Bu maarifçilik ideyalarının inkişafı. Maarifçilik ideyalarını inkişaf etdirmək üçün nə lazım idi? Məktəblər açmaq lazım. Təhsili inkişaf etdirmək üçün deməkdir, təhsil deməkdir də. Yeni məktəblərin açılması, qəza məktəblərinin açılması. Yəni, bayaq uşaq gedirdi mədrəsədə, bura qədər. Gedirdi, nə edirdi? Mədrəsədə ərəb fars dilirdi. Otururdu, Quran ayə surəsi əzbərliydi. Quran əzbərləməklə mühəndis yetişir, həkim yetişir, iqtisadiyyatçı yetişir, kim yetişir? Heç kim. Quran öyrətmək nə verir bu uşağa? Düzey lazımdır, o da lazımdır. Amma bu insanı formalaşdıran şey deyil, axı. Bu dünyanın məktəblərinin açılması artıq inkişaf deməkdir. Real məktəblər açıldı, qəza məktəblər açıldı. Hələ Qor müəllimlər seminariyasının müsəlman şöbəsinin açılmağı bu lap təkəl oldu. Və bu, mən sizə demişdim keçən ildəki Dəli Köy filminə oturun, baxın, o Dəli Köy filmində də göstərir. Yəni bizim o vaxt Azərbaycan filmlərimiz var, mükəmməl. Orada göstərir, həmin devirdəki çətinlikləri göstərir, filmdə çəkiblər. Orada o müsəlman şöbəsinə uşaq yığmaq üçün, məsələn, Aleksey Asipoviç gəlmişdi, Qor müəllimlər seminariyasının müəllimi. Azərbaycan üzrə 30 uşaq yığa bildi. Təsəvvür edin, cahil insanları başa salmaq çox çətin məsələdir. Hətta getdilər Qazağa çıxdılar, Qazaqda nədə uşaq yığırlar. Mollalar, axıntlar yoxdur, o mədrəsələrdə dərs keçən. Bunlardan gedir, axı gedən. Cəmaatı fitnələyib, öyrədib ki, vermin uşaqlarınızı, aparıb kafir yetişdirəcəklər. Dinə qarşı yetişdirəcəklər. Cəmaat da uşağını gizlədir, bir vəhşidirlər. O samanın, tayasının altına gizlədənə bax, tölədə gizlədənə bax, təndirdə gizlədənə bax uşağı. Aparmasınlar. Ay, neyinir? Aparıb təhsil verir də. Təhsil verir, yetişdirib göndərirlər, bir sağ ol deməkdən. İnansız, Qor müəllim seminariyasına gedən uşaqlar ayağı yalın, çır-çındır paltarda getdilər. Elə uşaqlar heç ayağında ayaqqabı yoxdur. Ayağında bu qalıqda palçıq, o sıfatda seminariyaya getdilər. Amma gələndə necə gəldilər? Geyim-kecimdə seminariyanın paltarı, polis paltarına oxşurdu özdə. Geyim-kecimdə əyinləri paltar tanıdı, oxudular, savadlandılar, dili öyrəndilər, dünya ədəbiyyatını oxumağa başladılar.
Bilirsiniz, ədəbiyyat da o vaxt, yəni indikinlə ölçünü, o vaxt ədəbiyyat insanların şuurunu, niyə repressiya dövründə bax fikir verirsiniz, birinci nə edilər? Ədəbiyyatın qaymaqlarını yığdılar. Niyə? Çünki insanları oyadan, inkişaf etdirən şuur altına yeridən insanlar məhz onlar idi, ədiblərimiz idi. Ədəbiyyat insanı inkişaf elətdirmək üçün, irəli çəkmək üçün, ayıtmaq üçün bir nömrəli ən yaxşı vasitə idi. Ona görə bunlar dünya ədəbiyyatını oxuduqca gördülər ki, nə var, nə oxumuş, dünyada nələr varmış, bunlar filologda yaptırmış. İnkişaf eləməyə başladı. Aydındır. Bu dövrdə bax, məktəblərin açılmağı, inkişafı xüsusi tərkəmdir. Ondan sonra nə oldu? Bax, bu dövrdə söhbət yenə bu 50-60-dan sonraki nəzərdə tutulur. Mətbuat açılır. Hansı ki, insanların gözünü açmaqda ən mükəmməl vasitə idi. Onu da qoymadılar, heç çox işləsin. Əkinçi qəzeti. 1875, 2-ci el işlədi, fəaliyyət göstərdi. 77-də fəaliyyətini dayandırdı, çünki qoymadılar. Həsən bəy Zərdabın redaktorluğundan başlamışdır. Mətbuatın əsası qoyuldu, teatrın əsası qoyuldu. Real məktəblər açıldı, Qoyri müəllimlər seminariyası müsəlman şöbəsi açıldı. Dramaturgiyanı, bura kimi hələ lirik növ, epik növ, lirik növ, bunlardan danışırdıq. Görürsünüz, dramatik növün adını çəkmirdik. Amma bu dövrdə dramaturgiyanın əsası qoyuldu, komediya janrı. Dramatik növ uşaqlar daha çox insanları oyadırdı. Nəinki lirik epik növ. Gəlin belə deyək də, lirik epik növ bu gərək savadı ola, hərf tanıyıq ki, otur onu oxuya, deyil mi? Amma dramatik növdə oxumaq lazım deyildi, baxırdı. Gedirdi teatra, tamaşaya otururdu, hərf tanımayan belə otururdu, baxırdı, gözü açılırdı. Dramatik növdə yazılmış əsərlər səhnə üçün yazılır, deyil mi? Dramatik növ daha çox təsir edir insanlara, daha çox inkişaf elətdirir. Nəinki o epiklidir. Komediya janrı ilk dəfə ədəbiyyatda monoloq, dialoq, remarka bunlardan istifadə olunmağa başladı. Aşıq şeiri yaradıcı janrlarında yeni janrlar ortaya çıxdı. Təcrüsi biz keçəndə yanınıza gəlir, təcrüs demişdik, qoşmanın formaca növüdür. Düzdür? Formaca. Yəni, qoşmada mən cınaz qafiələrdən istifadə edərəmsə, bu artıq təcrüsüdür. Düzdür? İndi qoşmanın təcrüsi növləri var idi. Dodaq dəyməz, cığalı təcniz, ayaqlı təcniz, dil dönməz. Həmin təcrüsi növləri o da bu dövrdə yarandı. Yəni, aşıq janrında da, şeirlərində də artıq inkişaf edirdi. Hətta sizə bir şey deyim, satiranın əsası qoyuldu. Satiranı da ilk dəfə, hətta aşıq şeiri janrlarındakı o qoşma gəraylılar varmı? Hecabəsində satira bununla başladı. Amma Seyid Əzim Şirvani satiranı klassik ədəbiyyata gətirir. Klassik ədəbiyyat. Satiranın əsası qoyuldu. Yəni, burada ilk dəfə neft haqqında əsər yazıldı. İlk dəfə bədii, realist nəsrin əsası qoyuldu. Realist bədii nəsrin. İlk dəfə povest janrının əsası qoyuldu. Yəni, burada o qədər yeniliklər var ki. Gəlin görək kim nəyin əsasını qoydu və neçəncini qoydu. Yəni, neçənci əsasını qoydu. Gəlin başlayalım, elə teatrdan başlayaq. Məsələn, teatr 1873-cü il. İlk dəfə bu Həsən bəy Zərdabi ilə Nəcəf bəy Vəzirov. Qısaca yazıram, Zərdabi Əkinçi qəzetinin redaktoru, bir də Nəcəf bəy Vəzirov. Bu ikisi nə edən? Tələffüzünü yazdım. Mirzə Fətəli Sadənin Hekayət Fəzil Xan Lənkəran əsəri var idi, komediyası. Onu aktyorlar oynamadı. Real gimnaziyanın tələbələri onu səhnəyə qoydu. İlk teatrımızın əsasını gimnaziyanın tələbələri qoydu. Onlar oynadı, aktyor əvəzi. Və o qədər bəyənildi ki, martın 10-unda bunu tamaşaya qoydular, o Hekayət Fəzil Xan Lənkəran. Müəyyən müddət keçdi, qısa bir vaxt o qədər bəyənildi, cəmaət bunu alqışladı, dəst elədi. İkinci bir komediyada səhnələşdirildi, Hacı Qarası. Hekayət-i Mərdixəsiz. Demək ki, insanlar tərəfindən dəstəkləndi teatr. O vaxtda da teatrın binada yox idi. Binanın sonra ilk bizim teatr binamızı, Allah qəni rəhmət eləsin, Hacı Zeyn Nazım Tağıyev, bəli, ambarın binasını düzəltdirdi teatrdan. Bəli, teatr binası kimi verdi cəmaatın ixtiyarına. Sonra 1875-ci ildə ilk dəfə Əkinçi qəzetinin Həsən bəy Zərdabi redaktoru ilə
əsası qoyuldu. Bizim ilk mətbuatımız, ilk qəzetimiz, Milli qəzetimiz 2-ci ayın 1877 2 il fəaliyyət göstərdi. Sonra dramaturgiyanın əsasını kim qoydu? Mirzə Fətəli Axundzadə. Gəlin görək nələrin əsasını qoydu. Dramaturgiyanın növ kimi əsasını qoydu. Dramaturgiya. Çox ağıllı adamdır, çox uzaq görən adamdır. Bizim əlifbanın üstündə də nə qədər işlədi bu. Yeni əlifba layihəsi hazırladı, özünü öldürdü. O deyir ki, nöqtəli əlifbadan əlif olmaz. Nöqtəli əlifbadan əlif də ərəb fars əlifbasıdır. Ərəb, o qədər nöqtələr var ki, onu öyrənmək çox çətindir, uşağı müəllimət etmək də çətindir. Çox mükəmməl əlifba hazırlamışdı. Deyirdim, nöqtələrdən azad bir əlifba hazırlamışam. Türkiyəyə qədər getdi, çıxdı əlifbanı layihəni qəbul etdirməkdən özü təsdiqlədə bilmədi. Alındıra bilmədi. Uzaq görən adam idi. Bilirdi ki, savad yoxdur oxumağa. Ona görə səhnə üçün əsərlər yazdı ki, ay cəmaat, gəl, bax, gör, ayıl. 16 komediyasında dövrün o bəlası olan, dövrün ən belə ictimai problemləri nəyə var, hamısını əsərində göstərmişdi. Bax, gör, ayıl. Komediyanın, dramaturgiyanın əsasını nə ilə qoydu? Komediya janrı. Komediya janrı ilə. Bəli, hekayət Molla İbrahim Xəlil Kimyagər. İlk komediya. 1850-ci ildir. 6 komediyasından məşhurdur. Bunun əsasını qoydu. Sonra nəyin əsasını qoydu? Povest janrını. İlk kitaba povest janrının əsasını qoydu. Povest, bilirsiniz, mən bardacalığı belə demişdim. Mən demişdim, hekayə, bunun həcmcə böyük forması, povest, bunun da həcmcə böyük forması roman. Romanın da lap silsiləlisinə deyirdik, epopeya. Aha. Hekayə, povest, roman, epopeya. Bunlar həcminə görə genişlənə gedir. Yəni obrazların sayı, hadisələrin artıq şaxələnməyi getdikcə çoxalır. Epopeya artıq cild kitab halında olan romandır. Məsələn, Süleyman Rəhimoğlu Şamil. Qalın cild kitablar var. Povest janrının əsasını hansı əsərlə qoydu? Hekayət-i Yusif Şah. Buna Aldanmış Kəvakib də dedik. Bu əsərin 2 adı var. Hekayət-i Yusif Şah, Aldanmış Kəvakib. Kəvakib nədir? Ulduzlar. Aldanmış ulduzlar. Aldanmış Kəvakib. Aha. Neçənci ildə? 1800 yerləşdi, oğlum öncə. 1857-ci ildə. Bu əsərlə həm povest janrının əsasını qoydu, həm də bu əsər bilirsiniz nədir? İlk realist bədii nəsr. Bu nə deməkdir? İlk realist bədii nəsr nə demək? Bax, bura qədər 18-ci əsrdə dedik realizm əsası qoydu falan, düzümü? Hə. Amma nəsr əsərlərində realcasına yazılan bir şey yox idi. Bunu niyə realistik, bədii nəsr, üzrə realist bədii nəsr deyilir? Bunun mövzusunu tarixdən götürür. Həyatda olmuş hadisədir. Demək, İskəndər bəy Münşinin tarixçidir. Bir tarix əsəri var, Hekayət Aləmarayı Abbasi. Yəni, dünyanı bəzəyən Abbasın tarixi. Həmin tarix kitabında Fakt Şah Abbas haqqında oradan bu mövzunu götürdü. Amma onu biraz bəzədir, düzəldi. O Nizami Gəncəvi deyirdi ki, İskəndər haqqında məlumatları yığdım. Amma deyir, ona deyir, mən don geyindirdim, bəzədirdim. O da eyni həmin şeydir. İndi bu olduğu kimiyəsi da bu tarix olardı. Belə oturub o tarix əsəri oxuyardı. Bu niyə oxuyur? Və sonunda dəyişiklik elədi. Burada reallıqda, orada Yusif var, keçəcək onu, gətirib taxta tutururlar. Yusif Şahı cəmaat öldürür. Evində şərliyirlər, evində şərab tapırlar, onun üstündə öldürür cəmaat. O fitnəyə gedir də, cəmaata da bir hal lazımdır ki, altına fitnəni qoyasan gedir. Qurbanı oldu da, belə deyim, Şah Abbasın hiləsinin qurbanı oldu. Amma əsərdə Axundzadə sanki onu öldürməyə qıymadı. Baş obrazı, sevdiyi obrazda onu öldürmədi. Onu itkin saldı. Əsərin sonunda itkin düşüyor. Yeri yurdu bilinir. Dəyişiklik elədi. Amma realist sözünü ona görə işlədir ki, fakt həyatda olub, tarixdə götürüb məsələn. Bədii nəsr. Bədii nəsrdə yeniliyi elədir, realcasına yazdı, həyatda olmuş ilə yazdı. Yadda qaldı indi niyə realist bədii nəsr deyilik? Yaxşı. Sonra gəldik nəyə?
Buralardan mən istəyirəm siləm, özümə yer açam. Bax bu komediya janrının ilk dəfə ədəbiyyatda, bu da yenilikdir. Monoloq, dialoq, remarka. Remarka bilirsiniz də, o aktyor üçün, rejissor üçün, onlara kömək üçün yazılmış yerlərdir. Yəni məkanı göstərir, aktyorların geyimini göstərir, duruş vəziyyətini göstərir. Remarka da onlardan danışır. Remarka sırf şeyə aiddir. Yəni bunlara adiyyatı olunur, hadisələrin gedişatına. Sonra demək, bu sinema bunu da buranı başa düşdük da bizim dramatik növdən işimiz bitdi. Bu dövrdə uşaqlar, bura kimi hekayə janrı var idi, bu dövrə kimi. Məsələn, Nizami Gəncəvinin Sirlər Xəzinəsi, orada demişdim, 20 hekayət, 20 məqalət var idi, düzdür. Amma hekayələr şurasıdır ki, mənzum formada yazılır. Nəzmlə yazılırdı, mənzum formada. Amma indi bu dövrdə bir yenilik oldu. Nə oldu? Hekayə, nəsr. Bəli, nəsrlə hekayə. İlk bədii nəsrin deri əsasını, yəni hekayə janrının nəsr formasında əsası. Bunu kim elədi? Abbasqulu Bakıxanov, kitab əsgəriyə, bir də İsmail bəy Qutqaşınlı, Rəşid bəy və Saadət xanım. Düzdür, Rəşid bəy və Saadət xanım şeydən qabaq yazılıb, 1835-də yazılıb. Amma kitab əsgəriyə 37-də yazılıb. Sadəcə Rəşid bəy və Saadət xanım Varşavada fransız dilində çap olundu. Varşavada fransız dilində çap olundu. Yəni təqdimatı ilk bu şəkildə oldu. Amma Azərbaycan dilində hekayə və nəsrlə ilk hekayə kitab əsgəriyə. Bunlar həmişə paralel salınır kitabda. Abbasqulu Bakıxanov. Ondan sonra ədəbi tənqid. Ədəbi tənqidin banisi kimdir? Yenə Axundzadə, Mirzə Fətəli Axundzadə. Yəni, ədəbi tənqid bu dövrə kimi var idi, amma sistemli hala düşməmişdi. Sistemli hala düşməmişdi. Elmi şəkildə, sistemli şəkildə bunun əsasını qoydu Mirzə Fətəli Axundzadə. Yadda qalarmı? Bu dövrdə ilk dəfə neft haqqında əsər yarandı. 1900-cü ildə. Ay sağ ol, Pəhləvan nə zamanı? Bu dövrdə ilk dəfə faciə janrının əsası qoydu. Hansı idi? Müsibəti nəsrlə, nəsr, yadda saxlayın. Nəsrlə Nəcəf bəy Vəzirov. Niyə nəsrlə deyirlər? Nəzmlə faciə janrının əsasını Hüseyn Cavid qoydu. 1910 ana faciəsi. O bu dövrə aid deyil. Amma nəsrlə mətn formasında. Nəcəf bəy Vəzirov, Müsibət-i Fəxrəddin. Bax, orada bir şeyə baxın. Müsibət-i Fəxrəddini keçəndə görəcəyik. Bayaq dediyimə qüvvət olsun dediyimə istəyirəm. Müsibət-i Fəxrəddin əsərində, bax, Fəxrəddin getdi Almaniyada 5 il oxudu, gəldi, düzdür. Oxumuş insanla oxumamış insanın dünya görüşü eyni deyil. Bax, təhsil Fəxrəddini tamam fərqli şəkildə düşünməyə vadar edir. Qan davası, köhnə adət-ənənəmizdir bizim o vaxtı. Qan davası demək olar ki, bütün nəsillər arasında var. Bu onu qırırdı, o bunu qırırdı. Bu onu nə vaxta qədər öldürə gedəcəksən? Buna bir dur deyən lazımdır mı? Bax, işlərində Fəxrəddin getdi, təhsil aldı, gəldi və o Saadəti də öyrətməyə başladı. Saadətə də elm verdi də, o müəllimi olmuşdu. Görürsən, Saadət də artıq fərqli şəkildə düşünməyə başlamışdı. Yəni, elm, təhsil həqiqətən insanın düşüncə tərzini dəyişir. Sadəcə Fəxrəddin tək idi, o qədər cahil-cühaların içində bacarmadı. Bir gündən bahar olmaz məsələsi var. Bax, keşke hamı o şəkildə savadlansaydı, qan davasına dur deyilərdi. Bax, Fəxrəddin qan davası bilirdi ki, bu cahilliyin əlamətidir. Bu qan davası savadsızlığın, adamlığın əlamətidir. Oxusa təhsil olsa onu eləməzdi. Bax, elmin təhsilinin qüvvəti budur. İnsanın dünya görüşünü dəyişir. Sonra, faciə janrının demək əsası qoydu da əsərin adını yazmıram. Müsibət-i Fəxrəddin. O əsərdə ilk maarifçi qadın obrazı var. Saadət xanım. Bəli. Səadət bizim iki əsərimizdə var. Biri İsmail bəy Qutqaşının Rəşid bəy və Saadət xanım əsəri. Rəşid bəy, bu əsərdən söhbət getmir ha. Rəşid bəy və Saadət xanım. Aha. Bu Saadət xanım ilk maarifçi qadın obrazı Saadət. Bu Saadət deyil. Bu Müsibət-i Fəxrəddindəki
Müsibət Fəxrəddin nə deməkdir? Fəxrəddinin müsibəti, izafət tərkibli sözdür, yerini dəyişmişik. Müsibəti Fəxrəddin. Aha, buradakı saadətdir bu. Fəxrəddinin nişanlısı. Sonra nə var burada? Bu indi testdə də düşür. O ənənəçilik var idi. Qəzəlçilik, mərsliyə yazmaq, nə bilim, canım istədirsə o təriqətçiləri, sufizm. Bunlar burada yox oldu, yoxsa yox? Sizcə? Tamam qaldırıldı aradan, yoxsa yox? Qaldırılmadı. Ənənəçilik hələ də var idi, davam edir. Yəni, nə qədər inkişaf eləsək də, irəli getsək də, bu var idi. Sufizm, təbiət şeirləri, qəzəlçilik, mərsiyə, bunlar var idi. Füzuli davamçıları hələ də var idi. Füzuli tilsimini qırmaq mümkün deyil. Gör, üstündən neçə əsr keçir. O tilsim qırılmır. Seyyid Əzim Şirvani, ona Füzulinin yer üzündəki kölgəsi verirdilər. Füzulinin yer üzündəki kölgəsi, Şirvani. Sonra Can Müsaadəsi oldu, Xurşudbanu Natavan. Xurşudbanu Natavan. O da Füzuli davamçısıdır. Mirzə Şəfi Vazi. Axındzadənin müəllifidir bax. Mirzə Şəfi Vazi. O vaxtı Mirzə Fətəli Axındzadənin kitabda yoxdur bu vaxt. Əmisi apardı, anasının əmisi daha doğrusu, Nalə xanımın. Bilirsiniz, onun atasının anası boşanmışdı, atası Cənubi Azərbaycandan idi. Nalə xanımı alıb aparıb, o yazımda xəbəri yox. Getdi ki, evdə görür, bu ikinci arvadıymış. Sən demə ikinci arvadıymış, evdə arvadı varmış, ağladıb aparıb. O da Fətəli də dünyaya gəlib, uşaqdır. Dözə bilmədi, iki arvad bir yerdə yola, adam eltinlə yola getmiş, sonra görə ikinci arvad yola gedəsən. Yola getmədilər, bir səhər uşağın dərindən tutdu, səhər aradı. Axundzadənin xatirələrində o var, o necətdən çıxmaqları. At arabasına oturdular, gəldilər. Gəldi əmsinə sığındı. Bunun Axundzadənin təhsilindən əmsi məşğul oldu, anasının əmsi. Gətirir mədrəsiyə, Mirzə Şəfi Vazi də xəttat idi. Həm şair idi, həm də xəttat idi. Gözəl xətti var idi, şeylərin üzünü köçürürdü. Orada oturub, baxır ki, mədrəsiyə gəlib, Axundzadənin ən böyük arzusu bilirsiniz nə oldu uşaq vaxtda? Axund olmaq, molla olmaq. Çünki dövrün ən nüfuzlu adamları olarıydı, axı sözü keçən olarıydı. Bunu da əmisi də axunduydu. Ona görə, yəni o anasının əmisi, onun yolunu davam elətdirmək üçün gəlir mədrəsiyə. Orada Mirzə Şəfi Vazi'nin bir kəlməsi onu dəyişdi. Dedi, sən kim olmaq istəyirsən? Dedi ki, axund molla. Dedi ki, sən də mi dedi, riyakar olmaq istəyirsən? Axund olmaq, riyakar olmaq deməkdir. Dedi, sən də mi riyakar olmaq istəyirsən? O kəlmə bu uşağın həyatını dəyişdi. Bax, bunu savadda da Mirzə Şəfi Vazi. Axundsadənin fikrini dəyişən bir müəllimin şagirdin həyatındakı rolu. Bütün fikirlərini dəyişən, həyatını dəyişən bu oldu. Mirzə Şəfi Vazi. Ondan sonra yolunu dəyişdi. Reali məktəbə getdi, oxudu, sonra Tiflisə getdi və sarı axır gəldi, axırda məşhur dramaturq oldu, tənqidçi oldu, siyasətçi oldu, tərcüməçi oldu. Savad Bironda, buradan Allah fəna Fagif Tahir içində. Aydın oldu mu bura? Füzuli, bax bu bizim Füzuli davamçılarımızdır, bax. Sonra bizim maarifçi sənətkarlarımız deyəndə kim götürər? Yəni ilk dəfə, ilk elmdən, təhsildən, maarifdən, bunlardan danışan, bəhs edən, onu təbliğ edən kimlər idi? İsmail bəy Qutqaşınlı, Mirzə Şəfi Vazi, bir də Abbas Qulağa Bakıxanov. Abbas Qulağa Bakıxanov görsən, maarifçilik ideyalarına buna qarşıladı. Bütün həyatını dəyişdi, bu da Azərbaycan həyatını dəyişdi. Zəncilik bir-birinə bağlıdır. İsmail bəy Qutqaşınlı, Mirzə Şəfi Vazi, Abbas Qulağa Bakıxanov. Yadda qalarmı? Bizim ilk maarifçi sənətkarlarımız bunlardır. Sonra, bu dövrdəki sənətkarlarımız klassik üslubda yazanlar da var idi. Yəni, yalnız klassik üslubda yazanlar. Yalnız heca vəzində yazanlar, biz buna aşıq yaradıcılıq üslubu deyirik də, xalq şeiri janrında yazanlar, bir də bu ikisini yazanlar var. Məsələn, Qasım bəy Zakir, Seyyid Əbdülqasım Nəbati, bunlar həm heca vəzində yazırdı, həm əruz vəzində yazır. İkisində də yazır. Məsələn, Seyyid Əzim Şirvani yalnız əruz vəzində yazır. Onun məsələn, heca vəzində şeiri yoxdur. Sonra, aşıqlarımız, bu dövrün aşıqlarınla
Bundan qabaq keçdiyi Aşıq Abbas Tufarqanlı adınıza gəlirmi? Sarı Aşıq, Xəstə Qasım, Bəli Bozalqanlı, Aşıq Valih. Onlarla bunları qarışdırmayın. Dövrlər fərqlidir. Bu dövrün aşıqları kimlərdir? Baxın kitabımızda var. Aşıq Ələsgərdir, Aşıq Alıdır, Aşıq Əhməddir, Aşıq Əzizdir, Aşıq Hüseyin Şəmkirli yerimiz. Yerimiz, Aşıq Hüseyin Şəmkirli yeri vasıq eləyək. Aşıq Mahmud Molla Cümə. Bunlar 19-cu əsrin aşıqlarıdır. 19-cu əsrin aşıqları. Sonra, bəs sual versələr ki, satiranın əsasını kim qoydu? Qasım bəy Zakir, Mirzə Baxış Nadin, Bababəy Şakir. Üçünün adını çəkirik. Qasım bəy Zakir, Mirzə Baxış Nadin, Bababəy Şakir. Bu üçün adını çəkirik. Satirada yenə dediyim kimi, əvvəlcə aşıq şeiri janrında, xalq hecab əslində satira əvvəl ondan başladı, amma sonra ki Seyid Əzim Şirvani satiranı gətirdi klassik ədəbiyyat. Artıq qəzəllər, satirik qəzəllər yazılmağa başladı. Onlar daha çox məşhurlaşdı. Aydındır? Hə. Özü bu devirdə uşaqlar o şeylərin rüşeymi var idi bu bundan qabaqki məsələn dövrlərdə satiranın rüşeymləri var idi, amma satira bir cərəyan halına düşməmişdi. Yəni, biri var, bir-iki nəfər yazır, buna cərəyan demək olmaz. Biri var, artıq qruplaşmalar yarandı. Satirik üslubda yazanlar, qruplaşmalar yarandı. Fikrini çatıra bildi mi? Cərəyan halına bu devrə düşdü. Yaxşı, gəlin baxaq indi. Sonra Mirzə Fətəli Axundzadənin davamçıları kimi testə düşsə, soruşsa, biz bilik ki, məsələn, Füzuli ədəbi məktəb yaradı, Nizami Gəncəvi ədəbi məktəb yaradı, düzdür. Axundzadə də ədəbi məktəb yaradı. Axundzadə, testə düşəndə düzgün götürür. Ədəbi məktəb yaradı. Onun bu məktəbinin davamçıları kimlərdir? Axundzadə davamçıları. Cəlal Məmmədquluzadə, məsələn, drama əsərlərindən onu davam elətdirdi. Əbdürrəhim bəy Haqverdi, Nəcəf bəy Vəzirov, Nərman Nərmanov. Sonra sizə deyim, kim qaldı? Nəcəf bəy Vəzirovu dedim mi, demədim? Hə, Cəlal Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nərman Nərmanov. Bunlar Seyid ağamızda. O gün Nərman Nərmanovdan bir şey deyim sizə. Nərman Nərmanov duela çıxıbdır Azərbaycanın baş naziri ilə. Məlumatınız var mı bu barədə? Cumhuriyyət dövründəki biz 23 ay müstəqil olmadıq mı? Orada bax, həmin Cumhuriyyətin baş naziri nə idi onlarda? Onunla duelə çıxıb bir qızın üstündə. Sevgi uğrunda duelə çıxıb. Nə idi o nazir? Yadımdan çıxdı baş nazir. Baş nazir kim idi? Sonra da Türkiyədə getdi yaşadı. Duelo tapancayla vururlar. Hə. Nərmanov birinci atəşi açıb. Atəşi açıb, güllə dəyməyib. Baş nazirin adı... Öyrət bu müəllim də bu Nərmanov. Yox, Nərmanov atəş açanda o baş nazirə dəyməyib. İndi növbə bunundur da, bu atmalıdır gülləni, o tapançanı yerə qoyub. Deyib ki, mən öz qanımdan, canımdan olanda Azərbaycanlıma güllə ata bilmərəm. Onun da bu kəlməsi qızın xoşuna gəlib, qız onunla bağlı bir paylaşım edəcəm dəqiqliyinlə. Yəni, qadın adı nə idi, kim idi, kimin qızı idi. Qız da onu seçib. Onu bu hərəkəti ona xoş gəlib, onu seçib. Naziri seçdi. Naziri, hə, Cumhuriyyətin... Hə? Fətəli xan. Onun haqqında dəqiq araşdırma edeyim, paylaşım edəcəm, baxarsın. Qız da onu seçir, o baş naziri seçir. Sonra bunlar evlənirlər, uşaqları da olur. Həmin o baş nazir sonra bu qız buna xəyanət edir. Başqa qadından xəyanət edir. Bunu da həyat yoldaşı bilir, ayrılır bundan. Amma ayrılsa da o peşman olur. Peşman olur, amma geri qayıtmır ona. Sonra bilirsiniz, o müstəqillik dağıldı, o gedir mühacir ədəbiyyatı, mühacirətdə yaşamağa məcbur olur. Belə, nəsə o qadın pis günlərə qalır. Onu da pis günlərə qoyan Nərmanov olur. Nərmanov onu küçəyə atdırır, qaldığı kirayə evdən. Qadın da o his onda qalır, baxı, qisas qalır. O qadını da küçəyə atdırır uşağı evindən.
Hə, o da elə intiqam alır. Nəsə, amma o qadın sonra gedir Türkiyədə qoçaq insan olur. Ha, getdi orada çox zülm çəkdi, pis günlərdə yaşadı, amma ayağa qalxmağı bacardı. Evladına da baxdı, kitab yazdı, kitab nəşr elədi. Hə, çox maraqlı belə hekayəsi var. Nərimanovun adı gələndə o yazılır. Hardan, hə? Bu nə deyək? Lirik dicə. Kənara çıxdı. Yaxşı, sonra gəlin burada sizə, burada nə qaldı demədiyimiz, baxın görün uşaqlar, nə qaldı deməliyik, izah eləməliyik. Baxın görün, aşkların adlarını dedik. Bu adları əzbərləməlisiniz. Bu adları, hansı adları sizə deyim? Məsələn, klassik şeir janrında yazan kimlərdir? Baxın, Abbasqulu Ağa Bakıxanov, klassik poeziyanın nümayəndələri. Abbasqulu Ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Xurşud Banu Natəvan, Seyid Əbuqasım Nəbati, bunları əzbərin, Heyran xanım, Seyid Əzim Şirvani. Bunlar Nəbati ilə Qasım bəy Zakirin görürsünüz, adı ikisində var. Aşıq şeiri janrı yazan nə deməkdir? Heca vəzində yazanlar. Klassik poeziya deyəndə, yəni bunlar əruz vəznində yazanlardır. Əruz vəznində. Klassik poeziya budur. Aşıq şeiri tərzi heca vəznində yazan. Heca vəznində yazanlar Aşıq Pəri, Nəbati Zakir bu ikisində də yazır. Ay sağ ol. Əndəlib Qaracadağı, Mirzə Mehdi Şükuhi. Şükuhi bunlar hecada yazanlardır. Bunu əzbərləməlisən, ədəbiyyat əzbərə söykənən bir şeydir. Başqa yolun yoxdur. Sonra gəldik nəyə? Buradan hamısını demişik, çevirin indi bu tərəfə. Bu dövrdə yaranmış məclislər. Məclislər, ədəbi məclislər, şeir. Yəni bu məclislərdə nə edirlər? Ədəbi məclis niyə dedik? Oturub orada yeyib içmirlər. Otururlar, əsərləri müzakirə edirlər. Yazılmış şeirlər. Bu Xurşud Banu Natəvan, İlyas Əfəndiyevin Natəvan əsəri var idi. Piyesi var. Orada, bax bu Məclis-i Ünsün oradan bir şey verir. Məclis-i Üns Xurşud Banu Natəvandır da o məclisi təşkil edən, öz evində təşkil edirdi. Şairlər oraya yığılırdı, orada başlayırlar müzakirələr aparmağa, müzakirələr eləməyə. Məsələn, orada ana dili məsələsi də müzakirə olundu, Azərbaycanın bölünməsi də müzakirə olundu. Yəni orada hər şey, şeirin mövzusu, şeirin janr xüsusiyyətləri, forma xüsusiyyətləri, hər şey orada ki, hamı öz şeirini oxuyub onu müzakirə edir. Məsələn, mən bugün şeir yazmışam elə. Mən öz şeirimi oxuyuram, başlayırım onu müzakirə eləməyə. Yəni məclislər bunun üçün idi. Orada yeni yazılmış əsərlər sanki tənqidçi kimi də bir-birlərinə tənqidi yanaşırdılar, müzakirə edirdilər. İndi gəlin görək bu şeir məclisləri, ədəbi məclislər hansıdır? Qarabağda ikisi var. Biri Məclis-i Üns, bunu Natəvan təşkil edirdi, biri də Məclis-i Fəramuşan. İkinci, bax Şamaxıda, Ordubadda, Bakıda, hər yerdə var idi. Şamaxıda Beytüs Səfa əzbərləməlisiniz, çünki testdə uyğunluq şəklində düşür. Bakıda Məclis-i Şüara, Lənkəranda Fövcül Füsaha, izləyin. Ordubadda Əncüməni Şüara. Bunu gelib əzbərlə. Sonra gəldik Abbasqulu Ağa Bakıxanova. İndi bir qısa haqda məlumat var. Mirzə Şəfi Vazeh, Xurşud Banu Natəvan, gəlin bunlara baxaq, nəzər salaq. Abbasqulu Ağa Bakıxanov, bunu demişdik, yenə deyək, ilk maarifçi yazıçılarımızdan, ilk maarifçi və ilk hekayəni də dedik. 1837-ci ildə Kitab-ı Əskəriyyəni o yazdı, düzdürmü? Nəsrlə, hekayəni nəsrlə. Yaxşı, indi hansı növdə yazır? Lirik epik növdə. Abbasqulu Ağa Bakıxanov dramatik növdə yazır. Gəlin indi onun əsərlərinin adlarına baxaq. Təəssübli əxlaq, Kitab-ı Nəsihət, Kitab-ı Əskəriyyə, Mişkətül Ənvar. Bu Mişkətül Ənvarla Miratul Camalın mövzusu eynidir. Testdə bunu beləcə soruşur. Deyir, hansı əsərlərində vətənpərvərlik, hökmdar, xalq, ölkənin ədalətlə idarə olunması, yəni xalqla hökmdar arasında münasibət necə olmalıdır? Hökmdar xalqı necə idarə etməlidir? O Sultan Səncər Vaqarıdakı necə göstərir, hökmdar necə olmalıdır? Sanki onun kimi bir şey. Bu da iki əsərində Miratul Camal, Mişkətül Ənvar. İki əsərin mövzusu eynidir. Aydındır. Çox qəşəng şeirdir. Gəlin baxaq müəllifini də. Beyti verir, soruşur ki, müəllifi kimdir? Bülbül ilə qarğanı gör salıblar bir qəfəsə. Yəni bu nə deməkdir? Bülbülla qarğıya elə bir dövrdə yaşayırıq ki, bülbülla qarğıya fərq qoyulmur. Bəli, eyni tutulur, bərabər tutulur. Fərq qoyulmur bu dünyada məhəbbətlə həvəsə. Həvəs bilirsiniz də, o etiraz. Etirazla məhəbbəti qarışdırırlar.
Təəssüf ki, bu ömrümüz boşa gedir anban, nə xeyir işə sərf olunur, nə sevgiyə ahaman. Zamanə min bəla verir, ürəyimi qanadır. İndi bax, bənzətmə baxın, deyir. Üzündəki allıq, yanağı o qırmızılıq varmı allıq? Mənim ürəyimin qanıdır. Yanağımın qırmızılığı nədir? Ürəyimin qanı üzümə vurur. Orada artıq surətimdə əks olunur. Bəli. Yəni, Axundzade Abbasqulova Bakıxanova bu yaşadığı ömrü nə qədər ki, çalışır ki, bir şeylər eləsin, yenilik eləsin, xalqına faydası toxunsun. Ömrümüz boş-boş başa gedirdir, başa çatırdır, amma bir şey elə bilmir. Yadda qalar, gəldi Mirzə Şərəf bu şeir üçün ürəyim gedir. O, sosial şəbəkələrdə tez-tez videolar paylaşırlar, bir tərəfdə ürək, bir tərəfdə beyin. Vah, tərəziyə qoyurlar, gah beyin qalxır yuxarı, gah ürək. Sevəndə ürək qalxır, sevməyəndə beyin qalxır. Bu ikisi bir-birinə tərs olmasıdır, düzdür? İnsan sevdisə qutardır, beyin fəaliyyətini dayandırır. Səni nə idarə edir? Hisslərin, hisslərin. İndi bundan bağlı şeiri var, çox qəşəngdir. Bir baxın, Mirzə Şərəf Vazehin deyir, ağlımla qəlbimin özgə yolu var. Bu ikisi bir-birinə heç vaxt düz gəlmir. Heç vaxt bu dediğini o təsdiqləmir. Hər biri bir yolda puç edər məni. Birisi sevdadan uzaqlaşdırar. Sizcə sevdadan uzaqlaşdıran nədir? Ağıl, beyin. Aşı uzaqdır, yaxşı şey deyil. O biri sevdaya tuş edər məni. Bu da ürəkdir. Ürəkdir. Beyinlə ürəyin savaşı. Ağılla ürəyin savaşı. Yaxşı, Mirzə Şərəf Vazeh o dedim, Füzuli davamlısıdır, əruz vəzində yazır. Onun şeirlərinin bizim günümüzə qədər gəlib çıxmanın səbəbkarı budur işte etdi. O onun şagirdi olub, Görün müəllimlə nə qədər dəyər verib. Onun bütün şeirlərini yığdı, apardı, Avropada çap elədi. Daha doğrusu Almaniyada çap elədi. Şərqdə min bir gün, bir də Mirzə Şərəfin nəğmələri. Bu adına çap elədi. Bizə gəlib şeirlərin çoxsu, bax o çap ol. Avropalılar bizdən yaxşı saxladı o şeirləri. Hə. Yaxşı, bununla da danışdıq, sonra gəldik nəyə? Yalnız əruz vəzində yazır. Füzuli davamçısı olduğuna görə yadda saxlayın, əruzda yazır, peçə vəzində yoxdur və lirik, ancaq lirik, yəni o epik əsəri Mirzə Şərəf Vazeh, ancaq şair, poeziya şeir yazır. Gəldik Xurşud Banu Natəva. O dedi ki, məclis ünsün təşkil edəni. Bu da Füzuli davamçısıdır, bu da yalnızdır və Vazehlə Natəvan üçün ortaq cəhət nə götürə bilər? Füzuli davamçısı 1, yalnız lirik növdə yazır 2, yalnız əruzda yazır 3. Bax, ortaq cəhəti budur. Düşür də Eylirvin diaframında. Gəlin görək də o şeirlərinə baxaq. Məhəbbət mövzusunda da var, təbiət mövzusunda da var, sonra ictimai mövzusunda da var. Tezdə də bu şəkildə səndən soruşur. Məsələn, deyək ki, təbiət mövzusunda Xurşud Banunun yazılmış əsəri hansıdır? Bülbül, Bənövşə. Yadda saxlayın, quş adı, gül adı, təbiətdir də. Bu təbiət mövzusundadır. Yaxşı, məhəbbət mövzusunda Dilbara, dərdi dilimdən. Oxuyaq mı şeiri? Dilbara, dərdi dilimdən belə ünvan etdim ki, qəmi hicrdə dil mülkünü viran etdim. Hicr ayrılıq deməkdir, bilirsiniz. Eşq sultanı mənim qətlimə fərman gətirir. Etmədim tərk vəfa, taət fərman etdim. Necə ki, şeydəki kimi də o Füzuli deyir, məni canından usandırır. Yəni, buna nə qədər cəfa çəkirdir, yenə bezir də, usanır da, amma sevgisindən imtina eləmirdi. Eyni bu da Füzuli davamçısıdır, bax, təsir duyulur. Yarın ona çəkdiyi əzabdan, əziyyətdən, işgəncədən bezib imtina edir mi eşqindən? Eləmir, eləmir. Hər cür fədakarlığa hazırdır, eşqi yolunda. Gəldik, ey dost, bir də Xuda Hafiz. Bu hansı mövzudadır? İctimai mövzudadır. Lirik qəhrəmanın daxili dünyası əks olunur. İndi gəldik Qutqaşınlıya. 2 əsərini tanıyaq. Biri Səfərnamə, Rəşid bəy və Sadət. Rəşid bəy və Sadət xanım da bir-birinə qovuşmaq üçün az belə çətinlikdən keçmədi. Hə, onların da başı hər şey çətin. Burada məsələ nədir? Köhnə fikirlilik. Köhnə, o qızı zorla ərə vermək var, məsələsi. Bu əsərin əsas mənası, əsas ideyası, əsas məğzı budur ki, yəni insan ailə qurarkən sevərək evlənməlidir. Özü sevməlidir, seçməlidir, seçimliyini belirlənməlidir.
köhnə adət-ənənələrlə, məcburiyyətlə yox. Çox şükür ki, yaxşı devirdə yaşayırıq. Bugün düşünürəm ki, daha o baskılar yoxdur, köhnə adət-ənənələr baskı yoxdur məncə. Kəndlərdə falan var. Varmı yenə? Az qaldı. Yenə var? Valla mən kənd yerlərində belə rastlamıram. Nəyə müəllim? Kənddən də qohum akrabalar olur da, gedirik, gəlirik, amma mən hələ heç bir kənddə zorla ərə verilən qız eşitməmişəm bu yox. Var yenə? Biz nə yaşlı 21-ci əsr. biz nə yaşlı bu yaş qalışanlar. Zorla. Mənim yaşım bir Təbii ki, müəyyənsizdir ki, zor. Mənim yaşım bir qız var. Qardaş əskərə getmədən qabaq nişan gəlmişəm. Zorla nişan aldı. Ay Allah, mən sevinirdim ki, bu devirdə yoxdur. Çox təəssüf. Yaxşı, vaxtımıza nə qədər var? Bunu keçək. Abbasqulu Abbasxanovun hikməti. Ay, vaxtımıza var. Keçirik, Abbasqulu Abbasxanov hikmətin fəziləti. Bizdən ticarət haqqında deməlidir. Hə, yox, onu demədim. O burada bu kitabda vermir. Onu əvvəl, o nigarini keçən il uşaqlar elə bilir, qadındır. Deyir müəllim, nicari qadındır, mələk yadındadır mı? Təzə şəklini göstərmişəm. Belə uzun saqqal var, nigarinin. Adı da belə. Deyir müəllim, nicari mən elə bilirdim, deyir qadındır. Müəllim, sən bir söz sor. Ananın kitabı var ya. Hə, Cəlil. Orada ananın təlifi hakim idi. Lüstən. Sevmən canımı tutardım. Müəllim. Sən nə gəl cəhənnəm ol, başımdan itələdi yıxdı. Müəllim, mən orada Mirzə Məhəmmədəm. Bizə mənim, Rüstəm kimdir? Amma obraz tərsinə seçsiniz. Sən Məhəmməd Əli şeylər olma verirsən məncə. Yo, müəllim. Olmalı müəllim, köhnə fikirdir. Hə, ona görə səni seçiblər. Yaxşı, gəlin bunu oxuyaq. Gəlin bunu oxuyaq. Elə biz səhnəcikdəki obraz Elzana bir uyur. Gələcəm şey məşqlərinizə. Nəzirə ilə danışmışam. Nəzirə gəlməyib bugün. Elcan, Nəzirə niyə gəlməyib? Məlumatı yoxdur. Qonşusuz, ona görə deyil. Məktəbə gəlmişdim müəllim. Niyə soruşsuz Görmədim, ona görə. Abbasqulu Bakıxanov hikmətin fəziləti. Gəlin baxaq. Hikmət yəni sakit. Uşaqlar, fəzilətli adam deyirik kiməsə, fəzilətli adam. O hansı adamlara deyirik? Hə. O insanda hər şey olur. Ağıl, dünya görüşü, mədəniyyət, etiqad, savad, hamısı varsa deyirik fəzilətli insandır. Hə, xəyallarımız. İndi bu əsərin mövzusu nədir? Müdriklik, ağla verilən dəyər. Hikmətin fəziləti burada, hikmətin, ağlın dəyəri. Dəyəri, bax bu anlamda gedir. İdeası nədir? Müdrik insanlar hər zaman rəğbət və hörmətlə qarşılanır. Ağıllı adamın hər yerdə hörməti var, hər yerdə bəli, hörmətlə qarşılanır. Problem nədir? İş arasında hər kəs özünü deyir, bu dünyada insanlar arasında ən bərabər paylanan şey ağıldır. Çünki heç kim öz ağlından narazı deyil. Yəni, hamı özünə ağlı verir. Ruhi xəstəni belə danışdınız icmalı olub ki, mənim ağlım. Valla rastlamışam, hamı öz ağlı, heç kim öz ağlına şikayət eləmir, heç kim. Demək ki, ən bərabər paylanan şey ağlıymış insanlar arasında, seçkiniz ağlıymış. İndi burada da problem nədir? Hər kəs özünə ağlıymış. Əsərin bədii xüsusiyyətləri epik növdədir, 1. Sizə oxudacağım beytləri. Nəzmlə yazılıb 2. Mənzum hekayədir. Məsnəvi şəklindədir. Məsnəvi şəklində isə demək qafiyəsi cüt qafiyə. A, A, B, B, C, C. Təhkiyə əsasında hekayədirsə demək ki, təhkiyə var da burada, bəli, nəql olub hadisələr. Sonda sənətkar öz təxəllüsünü işlətmiş və özünə müraciət etmişdi. Bədii xitab var, özünə müraciət edib. Olimpiyadada da var, diqqətlə qulaq asın. Burada əsas məsələ nədir? Verilən suallar, mən dedikcə rəqəmli vardıcılığı düzərsiniz. Birinci sualına verirdi, ona kim necə cavab verir? Burada sanki diyaloqca sual verilir, cavab alınır, amma kim hansı sualı necə cavablandırdı? Saray adamları necə cavablandırdı? Qoca necə cavablandırdı? Bunu rəqəmləyək. Yaxşı. Demə. Ucadan oxuyun ki, səsiniz düşsün. Mən oxuyum. Yaxşı. Həm də deyəm, vacib verər xəttin altına.
Qədim bir kitabda verilmiş xəbər, İranda bir həkim varmış mötəbər. Altdan xətt çəkin, məkan haradır? İran. Və həkim necə bir insan idi? Mötəbər, hörmət sahibi. İranda çox hörmət sahibi olan bir həkim var imiş. Ümidi yoxkən onun sabaha belə bir sifariş göndərdi şaha. Ümidi yoxkən sabaha bir can verir. Bəli, ölüm ayağındadır bu həkim, səhərə ümidi yoxdur, can üstədir bu adam, gedər gidi və görür ki, ölür, şaha xəbər göndərdi. Onun üzüyünü böyük hökmüdar, ən müdrik adama versin yadigar. Həkimin bir dənə dəyərli, bahalı üzüyü var, çox dəyərli yadigardır. Hökmüdara deyir ki, bunu ən ağıllı adam kimdir? Müdrik kimə dedik? Ən ağıllı. Tap ona ver. Bu üzüyü saxlasın. Yadigar saxlasın məndən. Şah bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanələrdən. Altından xətt çək, testə düşüb. Şah, bəli, həkimin bu vəsiyyətini yerinə yetirməyə qorxur. Niyə qorxur? Divanələrdən. Ağlını itirmişlərdən qorxur. O qədər səy var, ağlını itirmiş var. Çünki hər dövlətli, kasıb, hər gəda özünü ən müdrik bilir dünyada. Bax, elə problem də budur. Əsən, niyə çətinlik çəkir? Problem budur ki, hamı, hər küçədən keçən ağıllı gəda, hamını özünü ağıllı bilir. Hamı özünü ağıllı bilir. Nəhayət hamını çağırtdırdı şah, onları mətləbdən eylədi agah. Dedi, 3 suala istərəm cavab, kim daha düz desə, olsun intixab. İntixab nə deməkdir? Seçilmək, üstünə yazın. Üstünə yazın seçilmək. Yəni, mən sualları hazırlamışam, hamını yığdı başını saraya. Kim daha düz cavab versə, ağlabatan cavab versə, o seçiləcək. İntixab, yəni o seçiləcək. Bir, sual gəldi, üstünə rəqəm deyin. Əvvəl, ən xeyirli nədir? Müxtəsər. Üstünə 1 yazın. Demək, tamahkar olanlar dedilər ki, zər. Zər nədir? Qızıl. Qızıl. Birinci sualı bu oldu. Ən xeyirli şey nədir? Müxtəsər, yəni sözün qısası. Sözün qısası. Uzun sözün qısası. Ən xeyirli şey nədir? Tamahkarlar nə dedi? Öz ürəyindən keçəni kar köndək. Zər. Ən xeyirli şey zərdir, yəni qızıldır. Vergi toplayanlar dedilər xərac. Vergi toplayanlar nə dedi? Ən yaxşı xərac. Vergi toplayan gəlir oradan gəlir axı. Hər öz arşından ölçür. Tacirlər dedilər alver və rəbac. Hərə özünə uyğun cavab. İndi sual, birinci suala kim necə cavab verdi? Tacir nə dedi? Tacirlər dedi ki, alver və rəbac. Ən xeyirli şey budur. Tamahkarlar nə dedi? Zər, qızıldır. Bəs yaxşı, vergi yıxanlar nə dedi? Xərac. Hərəsi özünə xeyirli ilə kimi cavab verdi. Şah dedi, uzaqdır bunlar mətləbdən, yəni əşi mövzuda adəti yoxdur bunların. Orada bir qoca durmuşdu həmən, söylədi, hər şeydən xeyirli hünər. Üstünə yaz, 1, hünər. Hünərsiz heç bir şey olmaz müyəssər. Yəni, çox düzgün cavablar. Yəni, onlar maddiyyata üstünlük verdi. Bu insan xarakterə üstünlük verdi, mənəviyyata üstünlük verdi. Qocanın fikrincə, insan üçün ən xeyirli şey hünəridir. Hünərin yoxsa, müəssər nə deməkdir? Sən heç nəyə sahib ola bilməsin. Bir şeyə sahib olmaq üçün nə etməliyik? Hünər göstərmək. Düzdür? O xüsusiyyət məndə yoxsa, mən nəyə sahib ola bilərəm? Heç nə. Şah qəbul elədi, soruşdu yenə. İkinci sual gəldi. Dünyada hər şeydən yaxşı deyin nə? Dünyada ən yaxşı şey nədir? Üstünə 2 yazın. Birinci dedi ən xeyirli, ikinci dedi ən yaxşı şey nədir? Yüksəldi müxtəlif səslər saraydan, şahın razılığı, şadlıq, firavan. Demək, ikinci suala saraydakılar necə cavab verdi? Bir ağızdan dedilər. Şahın razılığı, şahın şadlığı, firavanlığı, yaltaqdırlar da. Yəni, ən yaxşı şey oldu ki, şah yaxşı yaşasın. Yenə də o qoca dedi bu sözü, hər şeydən yaxşıdır, yaxşılıq özü. İkinci suala qoca necə cavab verdi? Yaxşılıq etməyin özü həyatda ən yaxşı şeydir. Ən yaxşı şeydir. Amma ki, bunu hər kəs bacarmır. Çünki yaxşı sifət olarsa səndə, afərin söylərlər, dost da, düşmən də. Əgər səndə yaxşı sifətlər varsa, sənə düşmənin belə afərin deyər, nəinki dostun.
Şah dedi, üçüncü sual gəlir. Ən lazımlı nədir insana? Yenə də çox fikir çıxdı meydana. Bax, burada artıq deyir ki, müxtəlif cavablar səslənir. Üçüncü suala müxtəlif cavablar. Cavab gəlmədi, eləcə deyirik, müxtəlif cavablar. Şah isə qocaya edirdi diqqət. Dedi, ən lazımlı şeydir həqiqət. 3 üstünə yaz. Üçüncü sualın cavabını qoca nə dedi? Həqiqət. Həqiqət. Həqiqəti söyləmək ən lazımlı şeydir. Həqiqət olmasa olmaz intizam. Dünya həqiqətlə dolanır müydam. Yəni, dünyada hər şey həqiqətlə idarə olunur da. Yoxsa dünyada nizam-intizam olmaz ki. Şah qalxıb qocaya eylədi təhsin, üzüyü hörmətlə eylədi təqdim. Üzüyü təqdim elədi. Əmr etdi saraydan getməsin bir an ki, alsın hər işdə məsləhət olunan. Demək, şah özü təklif elədi ki, getmə, sarayımda qal, yaşa, mən hər işimdə səndən məsləhət alım. Gördü ki, ağılıdır. Nəhayət oldu o şahın vəziri, ölkəni düzəltdi onun tədbiri. Nə oldu demək? Vəzir seçildi. Bu vəziriyə nəyin sayəsində yüksəldi? Ağlının, müdrikliyinin, zəkasının sayəsində yüksəldi. Və onun tədbirlərinlə bir ölkə düzəldi. O qədər ağıllı tədbirlər irəli sürür ki, ölkədə artıq idarə etmə də yaxşılaşmağa başlayır. Nə yaxşı olardı. Bax, bu artıq uşaqlar əsərlərdə biz yadınıza gəlir, kompozisiyanı keçəndə dedik. Epilog, prolog keçmişdik, düzümü? Bax, bu sanki epilogdur. Bax, epilog elə bir əsər bitirdi, müəllif başlayırdı öz fikirlərini verməyə. Elə bir bu əsərin epilog hissəsidir. Baxın, nə yaxşı olardı hər ölkədə, olaydı belə bir vəzir, vəzir ilə şah, nə yaxşı olardı belə. Biz bu şaha ədalətsiz deyə bilərik. Çox ədalətli şahdır, çox. Həmi alimin bunun yanında hörməti var, demək elmə dəyər verir. Həmi qocanın ağlına dəyər verir, çox ədalətli şah. Və müəllifin fikridir ki, nə yaxşı olardı ki, belə bir şahla ölkəni bax, belə bir vəzir, ikisi idarə edərdi. Ey Qüdsi, Qüdsi özüdür. Öz təxəllüsüdür. Abbasqulu Bakıxanov Qüdsi təxəllüsündən şeirlər yazır. Ey Qüdsi, hikmətdən varsa xəbərin, yaxşı adamlardan olsun nəzərin. Yəni, həmişə yaxşı adamlara nəzər eylə, onlara nəzər sal, onlarla oturdur, yolunu onlarla çiz. Aydındır, əgər hikmətdən anlayışın varsa, bunları seç. İndi sonda özünə müraciət. Müraciət edib, bəli, ey Qüdsi özüdür. Bakıxanov Qüdsi təxəllüsü ona şeirlər yazır, özünün təxəllüsü. Demək, intixab nə oldu? Seçmək, seçilmək, rəvac nə idi? İrəli getmək, tərəqqi etmək, inkişaf etmək. Rəvacı kim demişdi? Alver, rəvac, tacirlər demişdi. Müəssər olmaq nə idi? Mümkün olmaq, əldə etmək, sahib olmaq. Yaxşı. Yaxşı, indi sual verim, görüm kimin yanında qaldı. Həkimin, məkan haraydı burada? İran. Ölüm ayağında olan kim idi? Həkim. O şahdan nə xahiş elər? Üzüyü ən ağıllı, ən müdrik adamadır. Müdrik ilə ən ağıllı deməkdir. Müdrik adamadır, düzdür. Şah niyə qorxurdu, nədən çəkdi? Divanələrdən ehtiyat elədi ki, çünki, bəli, hər kəs özünü ağıllı hesab eləyir. Yəni, kimə versə o deyəcək, mənim ağıllam olub, niyə mənə vermədi? Ona görə qərarı aldı ki, bir sınaq eləsin. 3 sual hazırladı, hamını başına yığdı. Birinci sual nə olur? Birinci sual ən xeyirli şey nədir? İkinci sual ən yaxşı şey. Üçüncü sual ən lazımlı. Ən xeyirli şey sualına tacirlər nə cavab verir? Alver rəvac. Tamahkarlar zər. Bəs vergi yığanlar xərac. Birinci tamahkarlar dedi, zər. İkinci vergi yığanlar xərac. Üçüncü tacir dedi, alver rəvac. Düz. Bəs yaxşı, qocamla nə cavab? Hünər. Ən xeyirli şey hünər. İkinci keçdi. Ən yaxşı şey, saraydakılar bir ağızdan nə dedi? Şahın firavanlığı, şadlığı, yaltaqlar. Yəni, şahın xoşgörü ən yaxşı şeydir. Bəs qoca nə dedi? Yaxşılığın özü elə ən yaxşı şeydir. Düzdür, yaxşı belə yadda saxlayın. Bəs yaxşı, üçüncü sual, ən lazımlı şey. Saraydan müxtəlif fikirlər səsləndi, amma qoca həqiqət. Dedi, dünya nə ilə idarə? Həqiqətlə. Həqiqət olmasa nə olmaz?
Nizam, Nizam. intizam olmaz. Bəs insanda hünər olmasa dedi nə olmaz? Heç bir Müyəssər olmaq, heç nə müyəssər olmaq olmaz. Düzdür. Bəs insanda dedi o yaxşı sifətlər, Mən dedik sənə afərin yazır. Dosta düşməndə sən. əgər yaxşı sifətlər olsa səndə, səni həm dostun, həm də düşməni hörmət eləyər, sənə afərin edər. Doğrudur. Bəs axırda müəllif arzusu nə oldu? Müəllifin arzusu nə oldu? Düzdür. Nə yaxşı olardı belə şahla, belə vəzir. Hər yerdə, dünyanın hər yerində ölkəni belə şahla vəzir idarə edərdi. Yaxşı, təxəllüsü nə idi? Ey gücsü. Özünə nə tövsiyə elədi? Özünə nə tövsiyə elədi? Həmişə yaxşı insanlardan nəzər, əgər hikmətdən xəbərin varsa, yaxşı insanlardan nəzərin olsun. Buradaca öyrəndik. Testlərlə də başlaya bilərsiniz. Yaxşı. Nə qədər qalıb vaxt?